Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Kanalıma, evimə, mətbəximə xoş gəldiniz. Necəsiz gözəl xanımlar? Üzrlə hesab edin xanımlar. Yorğunum, səsimdə yorğunluq var. Deməli, bugün ayın 19-udur xanımlar. Saat 21:09 dəqiqədir. Səs məhəl indi yazıram. Neyinirsiniz, necəsiz gözəl xanımlar? Xanımlar, paştet hazırlayıram. Paşteti bir Günay yeyir, bir də mən yeyirəm. Ona görə az hazırlayıram. Deməli, kilosu xanımlar, ciyarın 18 manat idi. Dedim 6 manatlıq ver. Deməli, 330 qram elədi də 6 manatlıq verdim. Balaca bir rulet alınır. Bura nə əlavə edirəm? Ciyarı əvvəldən, bilirsiniz də, bilməyən xanımlara deyirəm. Ciyarı əvvəldən 1 saat, xanımlar var deyir 2 saat, elə 1 saat yetərlidir. Suda saxlayıram, yuyuram, soyuq suda saxlayıram. Təbii ki, üzünün pərdəsini çıxarırıq, balaca-balaca doğrayıram. Suda saxlayıram, sonra qaynadıram 15-20 dəqiqə. Belə süzürəm, götürürəm. Kökü də tam bişirirəm, götürürəm. Bir dənə yumurtanı, kənd yumurtasıdır, suda bişirmişəm, sarısı. Göz yarı götürmüşəm hamısını, qoz. Soğan da xanımlar çox gələ bilər sizə. Soğanlar bilirsiniz də, üstün qabığı qalın olur, nə bilim, içərisində xarab olur. Ona görə 2 dənə balaca soğan eləmişdim, amma əslində 1 soğan yetərlidir. Soğanları elə də balaca-balaca, yəni doğramağa gərək yoxdur. Elə gördüyünüz kimi doğradım. Soğan qızarana yaxın ciyəri, kökü əlavə edəcəm üzərinə. Duzunu, istiotunu səpəcəm. Bir 15-20 dəqiqə az atəşdə vamxod, biz elə deyirik. Vamxodda orada bir yerdə yenə bişəcəklər. Sonra soyuyandan sonra ət maşından keçiririk. 2-3 dəfə keçiririk. Orada da xanımlar, bunları axşam etmişəm. Orada da deməli, bugün bişirəcəyim ətləri 2 dənə balaca qazanda qoymuşam. Birində ikinci balam üçün quzu ətidir, birində də bizim üçün dana ətidir. Bişir, hazır, soyuyur, qoyuram soyuducuya, rahat olur mənim üçün. Amma bəzən heç etmirəm. Belə gözəl xanımlar. Mən əslində xoşlayıram ki, rulet biraz belə deyək də, nazik olmasın, belə gözə gəlimli olsun, elə olsun. O da nə bilim, valla ciyər az qalmışdı. Həm də belə deyək də, qənaət etmək üçün elə yenə 330 qram oldu, 6 manatlıq aldım. Amma yarım kilo alacam, həmişə mən yarım kilodan bir rulet edirəm, Allah qəşəng olur. Belə də qalın olur, belə deyək. Sonra dilimləri ayıranda da qəşəng görünür. Soğanı çox qızartmırıq da xanımlar, çünki birlikdə də qızarırlar. Sarı kök də vururam mən. Kök də əslində burada çox oldu. Bir dənə laf böyük kök idi. Böyük kök olmağına gərək yox idi. Günay elə xoşlayır dedim, amma kökü, soğanı, qozu bol olanda onda ciyərin iyi olmur. Onlar götürür ciyərin iyini. Ona görə kökü də laf böyük əlavə etdim. Belə, hər kəs öz ağız dadına görə hazırlayırdı xanımlar. Bu da səhv etmirəmsə hazırdır, söndürürəm. Bu soyur, soyuyandan sonra ət maşından baxırıq, 2 dəfə lazım oldu, 3 dəfə, mən 3 dəfə keçirdim maşından. Söndürmüşəm altını. Birinci qoz dəpəsini keçirirəm, çünki ciyər suludur axı, belə deyək, yağlıdır axı. Sonra qozu keçirəndə qoz qalır maşının içində. Ona görə birinci qozu keçirdim. Sonra ciyəri keçirirəm, burada da göstərirəm xanımlar. Görürsünüz necə köklər içərisində görünür. Ona görə mütləq 2 dəfə ən azı, amma 3 dəfə keçirəndə daha yaxşı olur. Burada da görəcəksiniz, 3 dəfə keçirirəm mən. Artıq 2-ci dəfə keçirirəm. Görürsünüz, birinci ilə ikincidə nə qədər fərq edir. İkincidə artıq qarışır bir-birinə də, yəni içərisində hiss olunmuş kök.
Bu arada xanımlar, indi fikirlərinizi yazarsınız. Mən paşteti yağla sevirəm. Yağını da yetərli qədər çəkirəm. Amma sonra dilimləri ayıranda sanki yağı azmış kimi görünür. 150 qram mən balaca bir paştetə 150 qram yağ istifadə etdim. Hansı ki, elə balaca paştetlərə, indi baxıram xanımlara da 100 qram istifadə edirlər. Onların paştetləri baxıram mənim üçün daha dilimləri ayıranda daha yağlı görünür. Sanki onlar məndən daha çox əlavə ediblər. Fikirlərinizi yazarsınız. Bir də ki, xanımlar, mən deməli, indi görəcəksiniz, paştetin ki, üzərinə yağı çəkirəm. Yağ, belə bəzi xanımlarda görürəm, təmiz yağ görünür. Ona görə də dilimləri ayıranda da yağları qəşəng görünür. Məndə məsələn, paştetin üzərini yağı çəkəndə istər-istəməz ciyərə qarışır, belə də qarışıq olur. Bəlkə də ona görə. Onu necə edirsiniz siz? Fikirlərinizi yazarsınız. Nə həmin hissədə göstərəcəm sizə. Gördünüz xanımlar, artıq 3-cü dəfə edirəm. Tam qarışır bir-birinə, heç hiss olunmur, kök falan, soğan, hamısı qarışır bir-birinə. Bir dənə yumurtanın sarısı, onu da axırda əlavə edirəm. Xanımlar, deməli, bir paçka yağ götürmüşəm, qozu da əlavə edirəm. Bir paçka 250 qramdır da. Gözəyarı elə heç belə, nə bilim, 20, nə qədər olar bu? Heç 30 qram olmaz, 20 qram olmaz yağ. Əlavə edirəm üzərinə. Zaten yağlıdır da, yağda qızarıblar da. Heç o yağı nəzərə almıram. Gözəyarı əlavə edirəm, soğan qızardıram, ciyəri kök əlavə edirəm. Heç o yağı saymıram. Mən paçka yağı deyirəm. Mən onu ərinmiş yağda edirəm. Soğanı qızardıram, sonra bunları edirəm. Sonra paçka yağdan, belə heç nə bilim 20 qram ancaq olar. Əlavə etdim. Yəni bu qarışdırırıq ki, yumuşaq olsun, bir-birinə belə deyək də, quru olmasın, bir-birinə yapışsın. Sonra sonda mən sizə göstərirəm. Paçkanın yarıdan çoxu gedir. Paçka 250 qramdır. Yarısı getsə, deməli 125 qram. Yarıdan çoxu gedib. Deməli, paçkanın 150 qramı gedib. 150 qramın da heç 20 qramını əlavə etmirəm ciyərin bu içərisinə qarışdıranda. Deməli, 130 qram mən yağ paştetin içərisinə, ruletin içərisinə, belə deyək də, yaxmışam. Amma ona baxmayaraq, sanki yağı yoxdur. Hansı ki, məsələn, xanımlara baxıram, mətbəx kanalı işləyən xanımlara, belə balaca paştetlərə 100 qram yağ deyirlər. Amma onların paştetləri mənim üçün daha yağlı görünür. Fikirlərinizi yazarsınız. Xanımlar, birinci əlimlə edirəm. Sonra yenə də belə stresi üzərindən edirik. Yəni, əlimiz dəyməsin, daha rahat edə bilək. Zaten stresə bükəcək də. Bilən xanımlar bilir, gənc xanımlar, bilməyən xanımlar üçün edirəm. Stresin üzərindən də yenə düzəliş veririk. Sonra başlayırıq bükməyə. Yağını sürdüb bükməyə. Bunu axşam etdim xanımlar. Bugün gün ortada, yəni dilimlərə doğradım, göstərdim sizlərə. Videonun sonunda görəcəksiniz. Belə lap, görürsünüz necə dümbələm düz oldu. İndi yağını edirik. Xanımlar, yağ da lap belə də boşdur da, yəni otaq temperaturunda qoymuşam, axşamdan qoymuşam, qoy qalsın. Yəni ki, daha doğrusu gün ortadan qoymuşam, axşama qədər qalıb. Yəni, yağ bomboşdur da. Amma mən yağı yaxanda, indi görəcəksiniz, elə bil ki, ciyər qarışır yağa. Ona görə dilimlərə böləndə tam yağ görünmür. Lütfən fikirlərinizi mənə yazın. Amma baxarım, elə xanımlar var ki, məsələn, yağı yaxır, ancaq yağ olur. Belə yağı biraz yaxıram, görürəm ki, altdan ciyər qarışır ona. Bax, belə sanki yağı az yaxmışam. 250 qram yağdır xanımlar, yarıdan çoxu gedib.
Yarıdan çoxu. Deməli, hardasa 150 qram gedib. Onu da 20 qramı o ciyəri qarışdıranda əlavə edim. 130 qram içərisinə gedib. Amma halbuki belə balaca paştetlərə 300 qram, yəni ciyərlə olunan paştetlərə 100 qramdan artıq yağ heç bir reseptdə görməmişəm. Belə xanımlar, balaca bir rulet alındı. Göndərirəm soyuducuya. Axşamda bu, sabaha qədər, bu günə qədər qalsın. Əvvəllər cavan vaxtda çox edirdim. Rəhmətli yoldaşım sevirdi. O zaman xanımlar buzluğa da qoyurduq. Mən məsəl üçün baldızlarımda görmüşəm, böyük baldızımda rulet eləmir. Belə paşteti bu cür hazır edir, sonra yığır bir qaba, məsələn o cür istifadə edirlər, çörəyə yaxırlar, yeyirlər, dondurucuda saxlayır. Bu arada xanımlar, göyərtlər suludur, canında su var, ona görə elə kameradan elə bil ki, üstü belə donmuş kimi görünür. Belə gözəl xanımlar. Kəvərlə, dedim plov etməyim də, şüyüd plov edəcəm inşallah sabah. Dedim kəvərlə spagetti süzüm. Spagetti də, o naziklərə deyilir də spagetti. O da bitmişdi, o biraz ondan qalınlarından süzdüm. İnşallah sabah xanımlar, deməli, xanımlar yazmışlar, mən yazmışdım ki, paxlalı plov işrəf edəcəm, bəs bu çox deyil, bu neyiniyim qalsa. Xanımlar dedilər, yox, 1 kilo düyüyə 3 kilo paxla gedməlidir. Mən də 1 kilo düyü bişirirəm dəmişə, məndə də 1 kilo 400 qramda, heç 1 kilo yarım da deyil. Dedilər, bir ovuc olacaq. Həm az olmasın deyə, həm də böyük oğlum kaprizini də bir də gördünüz, küstü yemədi yeməyi. Ona görə mən elə 2 qazanda edəcəm aşı. Birini belə sadə edəcəm, birinə də elə o paxla, yəni az olmasın, yetsin. Birini sadə edəcəm, birini də şüyüdlü paxlalı edəcəm. Belə gözəl xanımlar. Hər zaman qeyd edirəm, belə kəvərli edəndə yaşıl soğan, əgər evdə varsa, çoxdursa, yaşıl soğan qızardıram ətlə. Sonra kəvərləri əlavə edirəm. Yaşıl soğan az olanda, ya olmayanda elə ağ soğandan istifadə edirəm. Dünənki video xanımlar, hələ rəyləri heç oxumamışam, cavablandırmamışam. İnşallah bu video yüklənəndən sonra edəcəm. Xanımlar, bu videonu qoyacam yüklənsin. Ondan sonra mən sabah şüyüd plov, döşəm plov edəcəm də. Toyuğu qəşəng yuyacam, doğrayacam. Qəşəng duzunu, istiotunu, sarı kökünü, mən yayda hazırladığım qışlıq turşudan, göyəm turşusundan əlavə edirəm. Qəşəng qarışdıracam, üzərini örtəcəm, qoyacam soyuducuya, sabaha qalsın. Sabah inşallah döşəmə plov edəcəm. Elə edəndə dadlı olur. Paxlaları da təmizləyərəm. Xanımların bəziləri yazmışdı ki, keçən videoda, ya ondan öncəki videoda yazmışlar ki, bəs paxlanın qabığı, belə paxlanın belə edir, içərisindən ki, çıxır xanımlar, yaşıl qabığın içərisindən çıxır, deyir, onun qabığı da soyulur. İndi baxacam da xanımlar. İnşallah ki, yaxşı alınar, bəyənərik. Yəni, biz tərəfdə heç bişməyib elə. Ümumiyyətlə, mən o paxladan görməmişəm biz tərəfdə xanımlar. Yəni, bəlkə də indi var, mən bilmirəm, mən yəni uşaq olmuşam, böyümüşəm, yəni evdən çıxmışam, o vaxta qədər bizim evdə elə paxla görməmişəm. Paxla deyirdilər, mən lobya başa düşürdüm ki, lobyanı açırlar, içindən çıxardırlar, bunlar neynirlər. Mən yəni bu dünən idi də, açan idi, biz evdən çıxmışdıq. Onda mən onu açanda, alanda belə satılan yerdə açdım, baxam, görüm, axı gördüyümdən də gördüm ki, iri belə nədirsə içərisində. Yəni, ilk dəfə mən görürəm. İlk dəfə də bişirəcəm. İndi YouTube'da baxacam da xanımlar, mən heç bilmirəm, o da ayrıca bişirilir, əlavə olunur. Necə indi, ola bilər, siz fikirlərinizi yazarsınız, mən bunu hələ sabah bişirəcəm də. Siz fikirlərinizi yazarsınız, əgər bu videonu izləsəz bugün yüklənsə. O paxlanı mən ayrıca bişirəcəm, ya elə plovu dəmlənməyə qoyanda üzərinə əlavə edəcəm, ya necə. İndi YouTube'a da baxacam, amma siz də fikirlərinizi yazarsınız.
deyir gör götür dünyasında hamımız bir-birimizdən görürük, götürürük, öyrənirik. Həqiqətən çox belə deyək də, zəmanə dəyişməyib. Biz insanlar dəyişirik. Nə mənada zəmanə dəyişib? Texnologiya yəni baxımından irəli getmişik. Yəni həqiqətən çox gözəldir. Bilməyənlər açıb YouTube-a baxırıq. Hər bir yerdə, yəni hər bir şey var. Amma əvvəllər belə şeylər yox idi, xanımlar. Əvvəllər belə şeylər yox idi. Xanımlar, deməli, bu kəvərlə ət hazırdır. Birinə ikinci oğlum üçün edirəm. Onun üçün ayırıram 2 kisok quz əti. Onu da pişirirəm, balaca doğrayıram. Bundan edirəm, xanımlar. Biri yarımçıqdır, biri bütövdür. Niyə bunları qara qazanda edirəm, ağ qazanda etmirəm? Ağ qazan dəstimin 2 dənə belə tavasıdır, 2 dənə də qazanıdır. Qazanın biri lap balacadır, biri də belə də bir dənə elə bir paçkanı bişirmək olar. Biraz artıq edəndə içərisində belə çox olur da, yəni pis olur, əzilir. Ona görə böyük qazanımda, qara qazanımda edirəm. Bu arada xanımlar deyirlər ki, makaron vermişik, bahalı olanda, yaxşı olanda yapışmır. Mən razı deyiləm, xanımlar. Mən ən yaxşılarını alıram. Bu arada Ankara çox qəşəngdir. Mən yəni ən yaxşılarını da alıram. Mənə görə ən yaxşı makvadır. Məsələn, 3 manat neçə qəpiyə də alıram paçkasını, 4 manat neçə qəpiyə də alıram. Heç 500 qram da deyirlər. 300 neçə qram, nə bilim, 400 qram. Valla onlar da yapışır. Necə yapışır? Məsələn, süzdük, deyirlər yağ əlavə etməsən yapışmaz. Amma yapışır. Mən yəni yağ əlavə etməmişəm, heç vaxt bişirməmişəm. Yağ süzəndən sonra yağ əlavə edirik. Onunla belə qazanı bir 3 dəfə, bir 200 dəqiqə aralıqla qapağı götürürəm, qarışdırıram, vəssalam. Amma onu etməsək, onu Günayda demişim, Günayda. Onu etməsək, valla ən bahalı makaronu alsaq belə, sonra soyuyanda yapışır bir-birinə. Amma o isti-isti 200 dəqiqə aralıqla qapağı götürüb qarışdıranda, istisi qarışdıranda o sonra yapışmır bir-birinə. İndi mən yağ əlavə edəcəm. Xanımlar deyir ki, bu yağ əlavə etməsək olar. Amma yox, heç mən yağsız etməmişəm, yenə qeyd edirəm. Heç belə isti-isti qarışdırdıq, belə elə qalır, soyuyanda o yapışır bir-birinə. Onu mütləq arada qapağı götürürəm, qarışdırıram, bir 2-3 dəfə. Ondan sonra yapışmır. Amma bir də görürsünüz, işimiz olur, yaddan çıxır, yəni falan, yapışır bir-birinə. Mən ümumiyyətlə uşaqlarım belə isti-isti sevirlər. Ona görə ikinci oğlum üçün, balaca oğlum üçün onlar işdən gələnə yaxın süzürük təzə-təzə. Burada da məni yenə nəlbəkisi ilə gəlmişdi. Dedim, bala, nəlbəki balacadır, nəlbəki olmaz. Nənəsi ona qurban. Saçını da atası icazə vermədi. Dedi, kəstirməyim mən uşağımın saçını. Mən demə balam, uşağımın başı böyüdür, saç da səlqəli görünmür. İndi saçdan saça fərq var da, uşaq yox, böyük olsun. Görürsünüz, saçın, belə deyək, nə deyək, material deyək, nə deyək, yaxşı olur, ipək kimi olur, ya nə bilim, cür olur, yaraşır. Mən balama yaraşmır. Dedi, yox, kəstirməyin də biz də kəstirmədik. Deyir, uşağın saçı burulur, qoy burulsun onu, nə bilim, formaya salacam. Belə. Məli əslində göyərtisini elə sevmir, onu ətini belə didirəm, tökürəm makaronun üzərinə. Amma bir dəfə istədi, dedi, ver mənə, yiyeyim, mən də verdim. Nənəsi ona qurban. Allah Taala bütün balaları qorusun, bütün nəvələri qorusun. Mənim də növüm olan içərisində. Nənəsi qurban. Gör, nənəsi video çəkir, bir pıçı ilə danışır ki, hamıya da deyir, sakit nənə deyir, video çəkir. İndi nə başa düşür bilmirəm də. Bir dənə ağzına yemək qoyur, qoymur, silir, sok içir. Silir, şirə içir. Ay bala, rəhmət yanım demişəm, qarnın suyla doldurma da, yeməyi ye sonra. İndi arada da içər də. Nesi qurban.
Elə gözəl xanımlar, Allah təala sizlərdən də razı olsun. İzləyirsiniz, gözəl rəylər yazırsınız. Məlik yedi, getdi yatmağa, mən gətirdim axşamdan etdiyim paşteti. Dedim doğrayım. Ata malı kimi böldüm iki yerə, Günayla mənim. Günay gec-gec yeyir xanımlar. Mən xoşuma gələn bir şey gec-gec deyərkən belə də, yəni bir qısıq yeyir, nə bilim sonra nə axşam bir qısıq yeyir. Mənim xoşuma gələn bir şey olsa yeyirəm də. Ona görə də ayırıram ki, qoy rahat hər kəs öz payını yesin. İkimiz yeyirik. Xanımlar görürsüz, mənə görə yağ içərisində daha çox görünməlidir. Çünki mən yağ çox əlavə edirəm. Amma yağı sürtdüyüm zaman niyəsə yağ ciyərə qarışır, neyniyir? Başa düşmürəm də, bax fikirlərinizi yazın. Mən o rulet kimi bükmədən də gördünüz, sanki yağı az idi, amma az değildi. Yağı sürtdüyüm zaman elə bir ciyər qarışırdı, yağa elə görünürdü. Xanımlar, videom sonlamağa doğru gedir. Hər birinizi öpürəm, Allah amanında qalın. Allah əmanət olun. İnşallah yeni videolarda görüşərik. Gələn dəfə bundan böyük edəcəm ruleti. Elə bil 300 neçə qram yox, yarım kilo edəcəm, amma bir rulet edəcəm də. Tən ortadan böldüm xanımlar, elə hərəmizə 10 kusok oldu. Günay gülür, deyirəm, dədəm, biz tərəfdə bir söz var idi, ata malı kimi, dədəm malı kimi bölmüşəm. Gülür Günay. Belə gözəl xanımlar. Sizlər necə edirsiniz? Sizlərdə necə alınır? Belə dadı həqiqətən çox dadlıdır. Sadəcə belə yağlılığı mənə elə sanki yağı azmış kimi görünür. Elə o görüntü mənim xoşuma gəlmir. Nə qədər yağ çəksəm də görüntü xoşuma gəlmir. Öpürəm gözəl xanımlar, hələlik.